Şagirdlər, deməli biz sizinlə bugün yekun monitoring 6-da riyaziyyatın izahlarına baxacağıq. 26-cı sualdan başlayaq. 26-cı sualda deyir, Kərim dayının nar ağaclarını əkdiyi düzbucaqlı formasındakı bağının eni 22-dir. Burada qeyd edilib. Uzunluğu isə 27-dir. Deyir, o bağın enini artırmaqla onu kvadrata tamamlayır. Əgər enini artırmaqla kvadrata tamamlayırsa, biz 27-dən 22 çıxırıq. Görürük ki, bu hissəni 5 sm artırır, 27 eləyir. Deyir, o bağın enini artırmaqla onu kvadrat formalı edir. Yəni, çəkdim kvadrat formada 27, bu eni uzunu 27 oldu. Deyir, bu halda bağın sahəsi neçə kvadrat metr artacaq? Əvvəlcə baxırıq, düzbucaqlı formasında 22-ni vururuq 27-yə. 22-ni 27-yə vuranda bizim qiymətimiz alınır 594. Daha sonra isə 27-ni vururuq 27-yə. Eləyir, deməli 27-ni 27-yə vuranda 729. Bağımızın sahəsi 594 idi. 594 idi. İndi 594 əvvəlcə 729-dan 594-ü çıxmalıyıq. Cavab eləyir 135. A variantı var. Yəni 729-dan çıxdım 594-ü. Cavabımız elədi 135. Keçək 27-ci suala. 27-ci sualda kisədə 10,9-3 kiloqram kartof var. Satıcı onun 31-də 9 hissəsini satır. Onda nə edirik? Həmin hissəni vururuq. Düzgün olmayana çevirsəm, onu 9-a vursam, 90 üstünə 3 gəlsəm, 93. Daha sonra 31-də 9-a vurduqda sürətlə məxrəc ixtisar gedir, 3 qalır. 9 ilə 9 ixtisar gedir. Deməli, 3 kiloqramını satıbdır. 10,9-da 3-dən çıxırıq 3 kiloqram, qalır 7,9-da 3. Cavabımız oldu 7,9-da 3. Deməli, 7,9-da 3. 7,9-da 3-də ixtisar getsə, 7,3-də 1 qalar. Cavab C variantıdır. Keçək növbəti suala, 28-ci suala. 28-ci sualımızda bizə deyir ki, deməli, 28-ci sualda bizə deyir ki, x, y düz mütənasibdir. Biz bilirik ki, düz mütənasib y bərabərdir kx-dir. Deməli, buradan əgər k-nı tapsam, k nəyə bərabərdir? Y bölünsün x-a. Deməli, 44-ü 11-ə bölsəm, eləyir 4. Burada daha sonra, burada digərində k bərabərdir. K-nın qiymətini 4 tapmışam, yerinə qoyuram. 4 tapmışam, yerinə qoyuram. Burada 20, x-in yerinə 20 qoysam, burada da x olsa, y olsa başlayayım. Deməli, y-in bərabərdir. 20-ni 4-ə vursam 80-ə. Bu oldu 80. Bizdən, deməli, buradakı k-nın qiyməti, yəni 80 oldu. Buradakı k-nın qiyməti, y olan k-nın qiyməti. Bu k düsturdakı k-mızdır. Daha sonra isə, deməli, biz y-in buradan 72 verib eli tapmaq üçün 72-ni bölərik 4-ə eləyər 18. Bu hissədə oldu 18. 80 ilə 18-in cəmi bizə verməlidir 98. Cavab C variantı. Bu əlavə yazıları təmizləyim. Yəni, ümumiyyətcə, düz mütənasibin asılılığını tapmaq üçün y bərabərdir kx funksiyasından tapırıq və bizə k-nın qiymətini soruşursa, əvvəlcə bir-birinə bölürük. Həqiqətən də burada bax, 80-i 20-yə böləndə yenə k emsalı 4 düşür. 72-ni 18-ə böləndə k emsalı 4 düşür. Daha sonra baxırıq 29-cu suala. 29-cu sualda aşağıdakı hansı müsbət və mənfi ədədlər haqqında məlumat doğrudur. Mənfi ədədlə müsbət ədədin hasili müsbətdir. Bax, məsəl üçün, mənfi 4 vurulsun 3 eləyir mənfi 12. Mənfi verdi, axı bu səhvdir. Ədəd oxunda verilmiş 2 ədəddən sağda yerləşən böyükdür. Ədəd oxunda verilmiş
2 dənə ədəd götürək. Məsələn 3, 4. Deyir bundan sağdakı ədəd böyükdür. Bu qalsın. Müsbət ədədlər, ədəd oxunda sıfırın solunda, mənfi ədədlər isə sıfırın sağında. Əksinə deyir. Baxın, sıfırdan solda mənfilər, sıfırdan sağda müsbətlər yerləşir. Yəni bu ifadəni səhv deyir. Sonra D variantına baxırıq. D variantına mənfi ədədlər sıfırdan böyük. Xeyr, mənfi ədədlər sıfırdan kiçikdir. Deməli, burada düzgün variantımız B variantı idi. Keçdik 30-cu suala. 30-cu sual mötərizə vurub aşmaqdır. Mənfi 5-i vururam. B üstə gəlinsin 4-aya. Üstə gələk. 3-ü vururuq, A çıxılsın 2B-yə. Deməli, mənfi 5-i B-yə vuranda mənfi 5B, mənfi 5-i 4-ə vuranda 20A, sonra 3-ü A-ya vuranda 3A, daha sonra 3-ü 2-yə vuranda 6B. Baxın, deməli, bu hissələri toplayanda mənfi 11B eləyir. Bu hissələri çıxanda mənfi 17A eləyir. Cavabımıza baxaq, 11B və 17A. 17A və 11B. D variantı. Keçək 31-ci suala. 31-ci sualda növbəti tapşırıqda baxın belə bir fiqur verilib. Onun bizdən həcmini istəyir. Baxıram üstdəki kubun həcmi tərəfini 4 veribdir. Ona görə 4-ün kubu 64 eləyər. Daha sonra deməli aşağıdakı isə düzbucaqlı paralelipipeddir gördüyünüz kimi. V bərabərdir 6 vurulsun 4 vurulsun 8-ə. 6 dəfə 4-üm 24. 24-ü 8-ə vursam 192. İkisinin cəmini toplasam 192-nin üzərinə əgər 64 gəlsək 256 C variantı. Keçirik 32-ci suala. Mənfi 15 və 14 bərabərçiliyin ən böyük və ən kiçik qiymətini. Ən kiçiyi mənfi 14, ən böyüyü 13. Bunları toplayanda nə verər? Böyükdən kiçiyin çıxıb, böyüyün işarəsini yazırıq. Mənfi 1, B variantı. İndi keçək növbəti sualımız olan 33-cü suala. Deməli, bu sualımızda ləmanın karandaşlarının sayı 4-dən az, 7-dən isə çox deyil. Yəni 4-dən az deyil, 4-ün özü ola bilər. 7-dən də çox deyil. Yəni 7-nin özü də amma ola bilər. Ona görə cavabımız elə D variantıdır. Əgər desə 4-dən böyük, məsəl üçün 7-dən kiçik və yaxud da ki 4-dən çox, 7-dən az. Burada deyil deyir. Bu sözə görə, ona görə həm 4-ün özünü götürürəm, həm 7-nin özünü. Yəni 4 də ola bilər, 5 də ola bilər, 6 da, 7 də. Keçək 34-cü suala, qrafik suallarına. Deyir, qrafik Bakı və Sumqayıt ərazisində bir həftəlik hava temperaturu qeyd olunubdur. Deyir, qrafikə görə hansı temperaturlar arasındakı fərq 10-dur. Bazar ertəsi baxaq. Əslində burada yəqin qeyd olunmuyubdur. Deməli, baxın burada başdan başlasaq 25 və 15 kimi götürülə bilər, amma tam dəqiq göstərilmir. Ancaq digər variantlara baxaq, qaydarıq. Yəni, əgər 5 kimi olsa, 25-dən çıxsam 15-ini, yerdə qalar 10. Elə cavabımız bu olar. Ancaq digər variantlara baxaq daha sonra. Burada görürük 20-dir. Burada haradasa 32 falandır. 32-dən 20 çıxanda 12 qalır. Ona görə çərşənbə axşamı deyil. Sonra digər variantımız çərşənbəyə baxaq. Çərşənbə variantlarda verilməyib deyil, çərşənbəyə də baxmayaq. Çərşənbə axşamı, cümə axşamı verilməyib, baxmayaq. Cümə verilib, gəlin baxaq. Cümə burada 10-dur. Burada da haradasa 28 falan. 28-dən 10 çıxanda 18 qalır. O cavab alınmır. Şənbə verilib, şənbəyə baxaq. Şənbə 0 dərəcə və burada haradasa 25 dərəcə arasındakı fərq 25-dir. Elə düzgün cavabımız 34-də A variantıdır. 35-ci suala baxaq. 35-ci sualda üçbucağın tərəfləri görürsünüz nisbət dərsidir. Deyir, onun ən böyük tərəfi ilə ən kiçik tərəfinin fərqi. Ən kiçiyi 3-dür, ən böyüyü 8-dir. 8x-dan əgər çıxsam 3x-ını cavabımız qalar 55. Deyir, ən böyükdən ən kiçik çıxsa nisbət şəklində verdiyinə görə arxasına biz bir x əlavə edib tənliyimizi həll edirik. Deməli, 8x-dan 3x çıxanda 5x olur, bərabərdir 55. X bərabərdir 55-i 5-ə böləndə 11.
Deməli 3-ü 11-ə vursam 33, 3-ü 6-ya vursam 66, 3-ü 8-ə 3-ü burada 6-nı 11-ə vuranda 66, 8-i 11-ə vuranda 88 fikrim yayında. Deməli 33, 66 toplayanda 99, 99-un üstünə 88 gələndə 187. Deməli perimetrimiz 187-dir, santimetrdir hətta. İndi bizə deyir ki, desimetrə çevir. Desimetrə çevirəndə 10-a bölürük. 187-ni 10-a bölsəm alınır 18,7. Deməli, düzgün variantımız A variantıdır. Daha sonra keçirik 36-cı suala. 36-cı sualda bizim testimizdə tənasüb dərsidir və yaxud da ki, adi bir tənlik dərsidir. Yəni, çarçarpaz vursaq cavab çıxa bilər və yaxud da ki, ixtisar da apara bilərik burada. Gəlin çarçarpaz vuraq ya da ixtisar aparaq. Burada 3-ə ixtisar aparanda 4, 3. İndi 4-ü vursam 6x üstə gəlinsin 3-ə. Daha sonra 15 çıxılsın x, 15x çıxılsın 3-ü vuraram 3-ə. Gəl mötərizəni vuraq açaq. 4 dəfə 6-ım 24x, 4 dəfə 3-üm 12. 15-i 3-ə vururam 45x, 3-ü 3-ə vururam 9. Deməli, daha sonra 45-dən 24x-ə çıxdıqda bizdə qalır 21x və 9-u bu hissəyə keçsək 21, x bərabərdir 1-ə. Deməli, D variantımız düzgün variantdır. Daha sonra keçirəm 37-ci suala. 37-ci sualda deyir ki, Zəfər yarışında iştirak edən 72 şagirdin 18-i 8-də 1 final mərhələsinə vəsiqə qazanıbdır. Yarışda iştirak edənlərin neçə faizi? 72 nəfərin deyir 18 faizi. O zaman 18-i bölərəm 72-yə, vuraram 100-ə. Bunlar ixtisar gedəndə 4, 100-ü 4-ə böləndə 25, cavab 25%-dir. Demişəm, adı çəkilən hər zaman sürətdə, ümumi məxrəcdə yazılır və 100-ə vurulur. Daha sonra 38-ci sualda deyir ki, məktəblər arası Superman yarışmasında 1, 2, 3, 4 mərhələnin tapşırığı yerinə yetirmək üçün sərf etdikləri zamanı diaqramda verilmişdir. Diaqrama əsasən düzgün bəndi seçin. Bir mərhələyə sərf edilən zaman daha çoxdur. Zaman burada görürük ki, ən çox 3-dədir. Ona görə bu səhvdir. Üçüncü mərhələyə sərf edilən zaman daha çoxdur. Elə dedim, B variantıdır. İkinci mərhələyə sərf edilən zaman birinci mərhələyə sərf edilən zamandan çoxdur. Xeyr, çox deyil, azdır. Görürsünüz, burada bir qrafa boşdur. Dördüncü mərhələyə daha çoxdur. Xeyr, ən çox 3-dür. Ona görə cavabım B variantıdır. Sonraki suala baxaq bu səhifədə. 39-da 40 nəfərlik bir qrupdakı gənclər idman klubunda futbol və basketboldan ən azı biri ilə məşğul olurlar. 40 nəfərdir futbol və basketbol. Venn diaqramı üzərində işləsək, futbol, basketbol. Deyir ki, 20 nəfər futbol, 23 nəfər isə basketboluna məşğul olur. Deməli, 20, 23. Sonra deyir ki, futbolla məşğul olan idman klubuna ayda 50 manat, basketbolla məşğul olan isə 60 manat, hər ikisi ilə məşğul olana 90. Deməli, futbol 50, basketbol 60, hər ikisi 90. Biz buradan hər ikisi bizə deyir ki, bu qrupun başqa idman növü ilə məşğul olmadığını bilərək onların bir ayda idman klubuna verdiyi məbləği manatla hesabla. 20 ilə 23-ü toplayaram, eləyər 43. Artıq görürəm ki, 3 nəfər hər ikisindən məşğul olur. O zaman 20-dən 13 çıxsam 17, 23-dən 3 çıxsam 20. Daha sonra biz burada 50-ni vurarıq 17-yə, çünki 50 manat idi, üstünə gələrik, 90-ı vurarıq 3-ə, üstə gələk, 60-ı vurarıq 20-yə. Deməli, 50-ni 17-yə vuranda 850 manat, 90-ı 3-ə vuranda 270, üstə gəlinsin. Burada 12, 1200. Deməli, 1200 üstə gələk 850, üstə gələk 270 bizə verir 2320 manat. Görək varmı variantda? 2320 manat D variantı.
Keçək növbəti suala. 40-cı sualımıza baxaq. Deyir ki, qonşu bucağın dərəcə ölçüsünü tapın. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Ona görə 180-dən verilən dərəcə 108-ə çıxırıq. Cavab eləyir 72. Cavab B variantı, yox, B yox, C variantıdır. Keçdik 41-ci suala. 41-ci sualda başlıqda verilib tərs mütənasib y bərabərdir k bölünsün x. Deməli, y-in qiymətini yerinə qoysam 36, x-in qiymətini yerinə qoysam 6, k-nı da bilmirəm. Bizə k-nı tapmaq lazımdır. Deməli, k da burada 36-nı vuraram 6-ya, eləyər 216, k bərabərdir 216. Digər qayda ilə, yəni gətirib yerinə qoysam, x-in qiymətini veribdir. Y bərabərdir. K-nın qiymətini özüm 126 tapmış, 200, burada səhv yazmışam. 216 tapmışam. 216. 216-nı bölərik 3-ə. 216-nı 3-ə böləndə 72 alınır. Y bərabərdir 72. Deməli, B-mizin qiyməti 72 oldu. İndi daha sonra A-nı tapırıq. A-nı tapanda burada Y-in yerinə A yazdaq, çaşmayaq. Deməli, X-in qiymətini 4 veribdik. 216 da bizim K-mızın qiymətidir. 216-nı 4-ə böləndə 54 alırıq. A-mızın qiyməti 54-dür. 54 ilə 72-ni toplasam 126 A variantı alınır. Sonra koordinat sistemi veribdir. Deyir ki, K və M nöqtələrindən keçən parçanı qurun. Gəl quraq. Deməli, -4 və 5. Baxın, -4 və 5. Bura oldu K. Daha sonra M deyir 4, 4 və -5 bu hissə. Deyir ki, nöqtələrindən keçən parçanı qurun. MK parçasının OX ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Deməli, burada 0, 0 olacaq. Nəyə görə 0, 0 olacaqdır? Sadəcə görürsünüz, işarələr dəyişibdir. Simmetriklik var. Ona görə D variantıdır. Deməli, 43-cü sualda bizə deyir ki, ML bu hissəni verib 5. Daha sonra MN bu hissəni bizə verir 7. Baxırıq ki, buradakı kiçik çevrənin radiusu 5 üstə gəlinsin 7 bərabərdir 12-dir. Bizə bu böyük çevrənin radiusu lazımdır. Ona görə 12-nin üstünə də 7 gəlirik. Bu da eləyir 19. Düzgün variantımız B variantıdır. Deməli, B variantı. Keçdik növbəti sualımıza. Növbəti sualımız 44-cü sualdır. 44-cü sualda deyir ki, Zar aprel ayının 5 günü ərzində bir yanacaq doldurma məntəqəsindəki gəliri aşağıdakı diaqramda qeyd edilibdir. Diaqrama əsasən düzgün bəndi seçin. Deyir, ən çox gəlir 15.000 manat olub. 15.000 manat. Baxaq görək, burada 15.000 manat. Deməli, 20.000 manat daxı. Daha sonra bir gün gəlir 20.000 manat. Deməli, 20-ni 1000-ə vuranda 20.000. C variantı qalsın, deyəsən düzdür. Ən çox gəlir 10.000. 10.000 deyil, axı 20.000-dir. Bəzi günlər gəlir 20.000 manatdan çox olub. Çox olmayıb, baxı, ən çox 20-dir. Ona görə düzgün variant C variantıdır. Keçək növbəti sualımıza. Deməli, 45-ci suala baxaq. 45-ci sualda deyir ki, 2 saatda gedilən yol 2 saatdan çox olsun. Baxırıq ki, burada həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı 3 günü 2 saatdan çox yol gedib. Daha sonra 46-cı suala baxaq. 46-cı sualda deyir, tili 3 cm olan kiçik kublardan düzəldilmiş böyük kubdan bir neçə kub çıxardılıb. Baxıram ki, 3 dənədirsə, 3 cm-dirsə, artıq burada 27 dənə kub var imiş. Birini çıxardıblar, yerdə qalıb 26 kub. Deyir, digər kuba əlavə olunub. Digər kubda sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə kub var. Deyir ki, alınan yeni fiqurun həcmi şəkil 1-dəki kubun həcminin neçə faizidir?
Deməli, o zaman biz 26-dan 14 çıxarıq, qalar 22. Birinci kub dediyinə görə məxrəcdə 26 yazıram. Aralarındakı elə bil ki, neçə faiz çoxdur, azdır. Bu söhbət soruşduğuna görə 12-ni bu fərqi yazıram, yuxarıda vururam 100-ə. İxtisar gedir, yerdə qalır 3. Yuxarıda qalır 1, yox, bağışlayın, 3 yox, 2. Yuxarıda qalır 100, 100-ü 2-yə böldüm, 50. Deməli, cavabım oldu 50. Sualda bizə deyir ki, bilik yarışında iştirak edən 36 şagirddən 9-u yarımfinal mərhələsinə vəsiqə qazanıb, şagirdin isə keçibdir. Demişəm ki, hər zaman adı çəkiləni bölün ümumiyə. Özdə faiz soruşur deyin, 100-ə vurun. 9-dan 36 ixtisar gedəndə 4, 100-ü 4-ə böləndə cavab 25. Cavab oldu 25. Keçək növbəti suala. 48-ci suala baxırıq. 48-ci sualda deyir ki, birinci qabda 300 millinin 30% duz, ikinci qabda 500 millinin 14% duz. Ona görə 300-ü vuraram 30-a, bölərəm 100-ə. Burada eləyir cavabım 90, sıfırlar ixtisar gedəndə. Daha sonra 500-ün 14%-i deyir deyə 500-ü 14-ə vurub 100-ə bölsəm, ixtisar getsə cavabım eləyir 70. Ümumi 70 ilə 90-ı toplayıram. 70 ilə 90-ı topladıqda cavab alınır 160. Məhlulları toplasam, 300 ilə 500-ü toplasam eləyir 800. Mən demişəm ki, bölək ümumiyə, vuraq 100-ə. Getdi 8, 8-i 160-a vuranda deməli aşağıda 8 burada qalır, başlayın 8 burada qalır, 8-i 168-ə böləndə 20. Cavabımız oldu 20%. Əvvəlcə nə etdik? 300-ün 30%-ni tapdıq, 500-ün 14%-ni tapdıq, aldığımız cavabları topladıq və duzu aldıq. Daha sonra duzu böldük ümumi suya, məhlula, vurduq 100-ə. Keçdik 49-cu suala. 49-cu sualda deyir ki, 6-cı sinif şagirdindən 14 nəfər futbol, 16 nəfər piano, 20 nəfər tennisə yazılıb. Şagirdlərin isə faizi tennisə yazılıb. Ümumi, deməli, 20-16 gələm, 36, 40, 50. Demişəm, hər zaman ümumi məxrəcdə yazılır. Soruşulan, yəni tennisin isə veribdir 20. 20 sürətdə vururam 100-ə. Burada faiz məsələləri bu bölmədə yaman çoxdur. 2-ni 20-yə vurdum, 40. Cavabım oldu 40. Daha sonra 50-ci sual deyir, turist dəstəsi A bazasından çıxaraq düz xətlə hərəkət edərək B nöqtəsindən keçməklə C məntəqəsinə getdi. Turistin nə qədər yol getdiyini tapın. Deməli, turist A məntəqəsindən gedibdir. Deməli, bura 1-dir. 1, 2, sayaq 1, 2, 3, 4, 5. B-yə qədər getdiyi məsafə, A-dan B-yə qədər getdiyi məsafə, yox, damallarla saymayaq. Baxın, elə bil belə yəqin ki, gəlib, belə gəlib, daha sonra belə, sonra B-dən belə gedib, belə qalxıb. Damalları saymalıyıq. 1, 2, 3, 4, 4 üstə gəlinsin, 1, 2, 3, 4, üstə gəlinsin, 1, 2, 3, 1, 2, 3. Elədi 4, 4, 8. 8-in üstünə də 6 gəlsəm, 14. Cavabımız 14-dür. Bir dənə də üstündən keçək, görüm. Əgər damaları səhv saymamışamsa, bir də sayacağım. 1, 2, 3, 4. 1, 2, 3, 4. Sonra 1, 2, 3, 1, 2, 3. Deyir ki, A bazasına çıxaraq düzəltli hərəkət edərək B nöqtəsindən keçməklə C məntəqəsinə çatdı. Turistin getdiyi yol. Cavab 14. Deməli, əziz şagirdlər, bu kimi videoların davamını gəlmək istəyirsinizsə, çox xahiş edirəm, baxdığınız videoya bəyan atın, rəy yazın və mütləq şəkildə abunə olmağı unutmayın. Deməli, hansısa bir sualda qaranlıq qalarsa, səhvlik olarsa, başa düşmədiyiniz olarsa, rəylərdə qeyd edə bilərsiniz. Sağ olun.